Bu Rusiyada, Avropada ümumiyyətlə bu bizim qardaşları ümumiyyətlə Talışdır, Ləzgisidir, Kürdüdür, Avaradır, o nə qədər xalq var Azərbaycanda, yəni çalışırlar əlbəttə onları konfliktə Türkə qarşı yönəltsinlər, böyük bir deməli davalar başlasın, Azərbaycan parçalansın. Yəni o bu dəqiqə o İrandakı müharibə dayanıb. O müharibə yəni Azərbaycanda olmalı idi. İndi necə də oldu, orada oldu. Yəni o bütün İran silahlarda, raketlərdə hamısı bu Turanı dağıtmaq. Turan, Türkiyə, Azərbaycan, Turan dövlətlərinə qarşıdır və o farsları 25-ci ildə elə belə gətirməyiblər. Yəni hər dəfə deyirəm. İndi mən istəyirəm deyəm, bax bu hələ baxın. Rusiyada Talış televiziyası, yəni kanalları da özlərinə orada deməli televiziya studiyası açırlar, nə edirlər. Yəni bütün görün ruslar orada nə ilə məşğuldur bizə qarşı. İndi demirəm, bunları görmüsünüz. Hamısı yəni Azərbaycana qarşıdır. Hamısı bax, hansı bax bilmirəm hansını göstərim. Ay kişi. Bu heç, bu artıq hamı bilir də bu kimdir, nə kimdir, bu kimin tulasıdır. Mən bu Talışlara, qardaş, axı mən sizlə də çörək yemişik, dostluqda edirik. Azərbaycana bu nə nifrətdir, bu hardan gəlibdir? Bu nifrəti necə oyadırlar? Axı Talış xalqı da, o biri xalqlar da bütün Qafqazda Türk Azərbaycanlıların sayəsində dünya tanıyır bunları, bilirsiniz? Yəni onu indi siz qısqanclığınız var, nifrətiniz var. Nə var qardaş? Bunu Qafqazda beynəlxalq dil Türk dili olub da. Hamı Türk torpağında yaşayıb. İndi düzdür, bu qısqanclıq Ruslar da bir yandan düşüb. Rus özü deyir ki, qardaş, təməli bunun Batırxan qoyub Rusiyanın, dövlətin, Rus xalqının yaradıcısıdır, Rus millətinin o deyir yaradıcısı Türkdən gəlib, dövlət Türkdən gəlib. Ruslar oturub Moskvada itiraf edirlər. Gizlədənmirlər də, Stalin yoxdur, SSR yoxdur, ona görə hər şey çıxır bizə. Sizsə gedib kimə qoşulursunuz? Görün nə danışır. Bir oturublar, adı nədir? Baloğlan Cəlil. Şair Baloğlan Cəlilə sual verirlər də, bax bu deməli deyir, bu kimsiniz, nəçisiniz? Ruslar ha televiziyada buna deyir ki, kimsiniz? Heç Azərbaycanda yaşayıram, ha. Amma Talışam və məktəbə getmişəm. Birinci sinifdən mən Azərbaycan dili bilməmişəm. Bu adam bir sağ ol deməkdən ki, Azərbaycan dövlətimiz var, Azərbaycan bizim vətəndir, Azərbaycan bizi tanıtdırıbdır, biz Azərbaycanda yaşayırıq, bir çörək yeyirik, bir xalqı. Görünən qədər bu adamda nifrət var. Lənkərandır, masallıdır, lirikdir, astaradır. Bu bütün Talışlardır. Yəni bunun deməyi görün. Biz deyir, Talış dilidir bizim deməli dilimiz. Yəni istəyir orada desin ki, Talış dövlət dilimizdir, bu bizim dövlətimizdir. Bunun deməyini deyirəm, ha, bu danışanda bu, yəni bütün deməyinin fikrində, o düşüncəsində insanlara başa salır ki, Lənkəran da Talışdır, bu ayrı dövlətdir. Qardaş, bu adama mən nə deyim? Necə, axı, niyə sən nifrət edirsən? Nə edib sənə? Bu Türk nə edibdir? Ay kişi, sən necə icazə verirsən özüyə ki, bizim dövlətimiz olubdur. Yəni bütün Rusiyada eşitdirirlər ki, dövlət olublar. Dövlətimiz kim? Türklər dağıdı.
hansı vaxtda, nə bilim, ay kişi, bu birisi nə qoyubdu? Deməli, bu artıq yəni hamıya Rusiyada istəyir deyək ki, biz ayrı millətik, ayrı xalqıq, ayrı dövlətik və Azərbaycanda belə də gəlib bizi tutublar, belə çıxır da. Bunu deməklə ha. Yəni bu adamın nifrəti, bu demir ha ki, Azərbaycan dövləti bizim dövlətdir, Azərbaycan dili bizim dövlət dilimizdir. Amma indi necə avardır, necə ləzgisidir, necə o biri millətlərdir, yaşayırıq da, biz də bir yaşayırıq. Azərbaycan Türk dövlətində yaşayırıq da, Azərbaycan dövləti, Türk dövləti, Türk torpağıdır. Bu necə sən axı diliyə gətirirsən ki, Astarada Talışlar yaşayır, yaşasın da Talışlar, veriblər də torpaq yaşayırsın. Ermənilərə verməmişlər, Qarabağda yaşayır. Ermənilərə Bakıda Erməni kənd demişdilər, Erməni kənd. İndi siz deyirsiniz Talış dağları. Talış yaşayır, deyir Talış dağları. Yəni Talışlar orada yaşayır. Burada nə var? O demək deyir ki, Talış dövlətdir, millətdir. Yəni Erməni kənddə yaşayanda Bakıda nə erməni dövləti idi? Erməninin yeri idi. Erməni orada o torpağı yaradıb, qurudub, neyib. Amma belə bilmirəm hansı necə danışım. Mənim o da niyə qoymursan yaşayaq? Ay Rusiyalı, Avropalı, gedib Farsın dabanını yalayırsan. Niyə? Farsın özü millətlər. Onun dabanında nə axtarırsan? Sevinirsən ki, sabah raketləri atacaqlar Bakıya. Axı raketlər Bakıya gəlsə, bilmirsən axı İran nə günə düşəcək. Burada dəlidirlər. Kimsə fikirləşir ki, bizi vuracaqlar, vuracaqlar. Amma bilirsiniz o İran nə olacaq? Hələ bunlar elə bilir ki, Amerikaya qalib gəlibdir. Bu Azərbaycana da qalib gələcək. Azərbaycan 4 saatda yer üzündən siləcəyik, o danışır. Hala, nə qədər bu deməli ay Allah, adı nə idi bunun? Deməli bu fransızların yaradıcısıdır, ay farslar, ay sənin şair nə demişəm. Axı siz bu millətdən əl çəkin, o İran farsına qondarma Azərbaycanın torpağında yaşayırlar. Azərbaycanın torpağında yaşayır da, indi gətiriblər də, indi başımıza belə gəlib də imperiyalar vaxtında. Türk xalqı birləşmədi, ayrıldı, hərə öz üçün xanıq, ona görə belə dağılmışıq da, indi bizdə neyək, günah da bizdədir, düzdür. Dağıldıq o demək deyil ki, bu başqa millətlərin vətənidir bura, əgər bizi dağıdıblarsa. Deməli, görüb, sənin o Calaldır, nədir, Calal Baloğlan, ay ləhnə də gəlmiş, ay şeirsən, şairsən, ay Baloğlan, əl çək, Rusun dabanına adam gedib otura, Azərbaycanın çörəyini yeyən adam gedib Rusa satar. Azərbaycan xalqını, Türk xalqını satmaq olar. Adam belə, sən kimsən axır? Sən qoy bu Talışlar burada yaşayırlar Azərbaycanda da. Nə işin var? Bizim xalqı, bir xalqı var ki, oturmuş dilimizdə. Bu biri nə qoyub videoda? Əli-Kiramı qoyub. Əli-Kiram ordu yaradıbdır. 93-də, 94-də bizim ordumuz, deməli, Talış ordusu oldu. Ay görün nələr deyirlər bunlar, Talış ordusu oldu. Utanmırsan, deyir Tərtərdən, deyir, deməli, o səfeh yoxdur, Rəhim Qaziyev. Adam da ona müdafiə naziri deyər. O bizə, Talışlara xahiş edib Əli-Kirama ki, bizə kömək eləyin. Ruslar bizi qırır, neynir, erməni qırır. Belə, yəni nə demək istəyirsən? Utanmırsan? Lənkəran dövləti olubdur, Astara dövlətdir, Əli-Kiramın ordusu hardan oldu? Bir 3-4 dənə indi alıb siz banditlərlə gəlmişsiniz, Azərbaycanı dağıtmaq bu ordudur. Sizin dövlətiniz olubsa, dövlətiniz olsun,
Ay kişi utanmırsan sen axır milləti gör necə alçaldırsan. Hansı dövlətlərlə vuruşmusan? Hansı illərdə orduyuz olub, krallarınız olub? Deməli siz nədir? Demək istəyirsən ki, yəni biz nə olmuşuq? Toyuq olmuşuq, tutdular bizi məhv elədilər. Mən yenə də deyirəm, o gürcülərə deyirəm, gedin anayıza minnət gəlin. Bizə yox, türkə yox, ay kişi. Hərə bir gedir türklə yatır, deyir, uşaq əmələ gəlir, deyir ki, mən deyir gürcüyəm. Gözüm aydın, bura gəl otur ay gürcü. Ona görə Rəhim Qazıyevin başına daş dəysin. Siz nə qoyubsuz videolara, Azərbaycana Rusun əli ilə, ermənin əli ilə 70-ci illərdə mən görmüşəm sizə tarix yazırdılar, ermənilər. Ləzgilərə, talışlara, kürdlərə yazırdılar ki, bu torpaqları sizdən gəlib alıblar. Bunlar da inanıb, Ruslar götürüb bütün nağıllarını ki, İsveç alimləri Ruslara nağıl yazıb ki, Pyotr xahiş edir ki, nağıl tarixi yaz. Pyotrun bu İsveçlilər də alim deyib, nə nağılı yazaq ki, Pyotr bizi öldürməsin. Belə nağıl yazıb da, Rusun tarixi nağıldır. O da götürüb Asetinə yazıb, Stalin, götürür Erməniyə yazır, götürür Farsa yazır, götürür Ləzgiyə yazır, Çeçenə yazır. O birinə, bu birinə, həriyə bir ad qoyur, torpaq sənindir, dövlətsiniz. Siz də inanmısınız, utanmırsınız. Deyir, gəldik, Terterdə kömək elədi, Terteri xilas etdi, bizim ordumuz oldu, nə bilim. Bütün dünya içində biabır eləmə xalqın, əl çəkin ay kişi, əl çəkin. Qoyun yaşayır bu.